Və yeddincisi, ahirəti xatırlamaq. Qardaşlar, ahirəti xatırlamaq insanın özünü islah etməsi və başqalarına da xeyrə səbəb olması üçün ən böyük səbəblərdəndir. İnsan ahirəti düşünən vaxtı, ölümü düşünən vaxtı bütün həyatını heç sayır. Həyatın fani olduğunu başa düşür. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Yawma la yanfa'u malun və la banun illa men atallaha biqalbin salim." O gün nə mal dövlət, nə də ki övlad uşaq fayda verməyəcək. Yalnız Allahın qarşısına salamat qəlblə çıxandan başqa. Bunu insan fikirləşəndə bilir ki, bu dünyada olduğu, qazandığı mal dövləti heç nədir. Övladı, uşaqları ona axirət günü fayda verməyəcək. Yalnız salamat qəlblə olandan başqa. Sən bunu başa düşəndən sonra çalışırsan ki, bu mal dövlətindən xeyirə istifadə edəsən. Axirəti xatırlayandan sonra bilirsən ki, onsuz da axirət var. Nə qədər insanlar zəlzələlər altında qaldılar. O neçə saniyələr içində mal dövlət getdi, evlər getdi, maşınlar getdi, qırqızıl pullar getdi. Bir neçə saniyənin içində. Onda oradakı insanlar yaxşı anlayırlar bunu. Ki mal dövlət elə belədir. Əlimizin içində olan bir şeydir. Qəlbimizə salmışıq onu. Əslində əlimizi içində saxlayacağımız bir şeydir mal dövlət. Allah üçün əslində xərcləməliyik ki, o fayda versin. Xərcləmə, yığ, saxla. Bir gün yox olub gedəcəksən, yox olub gedəcəksən, mal dövlət qalacaq. Sənin xoşlamadığın insanlara qalacaq. Sən istəsən də, istəməsən də bu şəriətlə bölünəcək. Sən bu dünyadan yalnız 2 metr kəfən aparacaqsan, o da qəbrə kimi.